Salamlar, bu günlərim Temu kargolarımı açırıq. Çox gözləmədim əslində, 10 günə gəldi demək olar ki, çox tez gəldi. Belə, indi bunları açaq. Mikrofonumun zatkası bitdiyi üçün mikrofonla çəkə bilmirəm. O bir yana, bugün də həm də getdim Asan xidmətə təzə vəsiqə çıxartdırdım. Buna niyə dedim bilmirəm. Ondan əlavə də adaptörümün USB-si sınmışdı. Getib özüm bir dənə USB aldım. İlk gün açaq. Azad biraz kulu. 1.5 koyumla ne kadar açabilirimsə. Ya, onun orada heç bir katkısı yoxuydu da bu arada bu yapışqanın. O var imiş. Ay bir de bayıl Feriha. Bir de bayıl istiyorsan Feriha. Neyse belə də adaptördə. İlk nədən başlayaq? Mən bir dənəsini çıxartdım. Feriha eləməyimin əsas səbəbi Vinetkadır. Mən Vinetkaya gedəcəm, yay çəkilişinə gedəcəm. Onun üçün də mənə şey lazım idi da, yəni adı nədir onun? Paltar, pultar, nə biləm, eynək, meynək. Kabro aldım, sarı geyinəcəm. Onun görə bir kabro aldım. Və təmiz açaqdım, çox sələm. Biraz mənim gəlsiz daha çox görün. Ooo, nə böyüdədir? Ne büyüdədir? Ne büyüdədir? Oha, kabro. Kabro o kadar çok istəyirdim. Sayı çox gözəl görünür və mən telefonum qara olduğu üçün iPhone 13'ə bilmirəm neçə manat vermişdim bunlara. Burada bu qabları xoşlayıram, mən saxlayıram. Sunka. Aa, nə bazı gəldi bu. Neyse bunu dostumundur bu arada, açmayayım şimdi. Ayıp olar. Geldi o tartışmalı köynəyimə. Anam dedi ki, qısa köynəkdir, crop tarzı, ama crop da elə göbəyim də çöldə qalmır. Anam dedi ki, bala bu nə paltardı vurmuşsan. Bazılarım elə dedi. İndi görəcəyim çox mu qısadır? Belə biraz qısadır. Getdi abrımız, ayağımız. Material məncə normal. Bundan ən axırda geyinib gələcəm. Oy, idmançı boys. Koftam geldi. Bildizənə bu dar olur bunu bir bədənə yapışan idman üçün. Sonra nə gəldi? Aa, kefkam. Kefkam da geldi. Basma. Al kırdım. Al. Ayda kalıplar heç qəşəng deyil axı. Mənim bu videodakı ağzımın bir dənə funksionallığına baxın. Kalıplar həqiqətən qəşəng deyil. O uzun soft kepkalar var ha. Başıma da gelmiş sağ olsun. Pis değil. Mamamındı bunlar hamısı. Bu adı ben böyle bir şey vurmuştum. Hə, bu da mamamındı. Tutardı elə bu boydaydı. Hə, bu əsas olan. Deməli mənim tripodumun tutacağı kırılmıştı. Sonra getdim kabro yapıştırdım. Şu an kabrolu çekiyorum. Getdim bundan aldım bir dənə belə. Maşına koymak için de var. Başım bırak. Orada bir de bu var. Bu ne zaman böyle bir şey vurma. Aa, eynəyim. Eynəyim gel. Aa, çok qəşəngdir. Demək olar ən çox belə. İndi bunu əynindəşinə fikir verməyin bu indi. Bu da varitniklidir, bu da varitniklidir, yəni o deyil. Yəni əynindəki ağ, dümdüz, sadə New Yorker'dən bir kofta almışam, o olacaq. Altında da ağ bir kofta. Ağ bir şal var. Bazım dedi kısadır, hak verirəm. Məncə də kısadır, amma burada biraz açtırma payı var, açtırmaq olar. Amma ona ihtiyaç duymuram, çünki
dəhşətizm deyil də, yəni. Belə fərz eləyək ki, bunu da belə taxacam. Yəni valla məncə pis olmadı yəni. Sonradan bəlkə bir də bunu taxacam. Amma bu açıq ilə bunu bir eyni anda taxmayacam da. Çepqa ilə. Nə yalan deyim, papağın oturuşunu falan heç bəyənmədim. Ona görə bəlkə belə bir şey elədim şalvarımın üstünə. Ərkənlər kimi. Bəlkə də havada dəqiq bir şey deyil. Əlimdə də belə bir kabro olacaq. Belə. İndi keçək o idmançı boy koftam geyməyə. Bu arada onun razmeyinə baxmadan almışdım. İnşallah olar. Bax, inşallah. Gəl bakalım. Çok qəribə qalmadı, biraz qəribə qaldı. Fatumatu Potuçin. Mən ritmə təzə başlamışam. İndi biraz gəlişim. Məncə qəşəng olacaq. Ayda niye şöyle dar olmalı? Atam razı qalmadı alışverişimdən. Atam... Neyse əzizlərim, belə video sonuna gəldik. Hamıza çox təşəkkürlər. Öbür videolarda da görüşənədək hansı məhsullar sevdiniz yorumlara yazarsınız. Linklərini də istəsəniz Instagramdan verərəm. Heç axotum yoxdur, bir atırıq qoy. İstəsəniz Instagrama yazın, mən sizə link verim. Instagram azat baxış, TikTok azat müzik, yenə o da azat baxış. Belə eləməyi də unutmayın. Edit istəyənlər də bu nömrə ilə əlaqə saxlaya bilər. Təşəkkürlər izlədiyiniz üçün minnətdar. Eftə nə qədər dedimə sağ olun.